20 may 2026-cı il Hoçaz Laçınla Hoçaz kəndində bu günləri gəldik. Hoçaz qayasını gördüyünüz kimi Hoçaz kəndini ziyarət edib. Hoçaz qayası görünür, hamınız görürsünüz onu. Və burada tarixi abidəmiz olaraq Alban kilsəsi var. Ermənilər bəzən Alban kilsəsi öz adlarına çıxırlar. Və mən bunun tarixini az çox bilsəm də, və bu kəndin sakini olaraq Raqif müəllimə, Kərimli Raqif müəllim, hamımız tanıyırız, hamımızın əzizidir. Raqif müəllimdən qısa olaraq bu haqda məlumat almaq istəyirəm. Raqif müəllim, buyurun. Hoçaz kəndi Laçınla qədim kəndlərindən biridir. Bu kəndin adı, Hoçaz adı, məsələn bizim kənddə Heydər kişi olubdu, onda kitab olubdu. Mənim babam Molla Əsir olubdu, onda da kitab olubdu. Onların o vaxt deməsinə əsasən bu kəndin adını Şahbaz qoyubdu, Hoçaz. Yəqin ki, o İranda olan Hicaz qəsəbəsinə uyğun olaraq. Məsələn, bir də bax, bura yuxarı meşə, İrzivan meşəsidir, orada Qilvə bulağı var. Bu Hicaz, İrandakı Hicaz qəsəbəsinin yanında da belə İrzivan bulağı var, İrzivan ərazisində bağ var. Yəni ona uyğun, mən güman edirəm ki, o ad doğru, deyilən doğru addır. Bu bina Alban kilsəsidir. Bunun 4-cü əsrə aiddir. Burada yazıblar, bütün Laçındakı abidələrə yazıblar 17-ci əsr. Bu doğru deyil, mən bunu dəqiq deyirəm sizə. Niyə? Çünki bu kilsə haqqında mən bir şey deyim. Təxminən 1978-79-cu illərdə mən məktəbdə dərsdə müdir işləyirdim. Təlim tərbiyəçidə direktor müavini. Axşam tərəf baxdıq ki, 2 dənə bir cavan oğlan, bir cavan qız gəldilər. Məsələn, gəldilər məktəbə, mən məktəbdə idim, görüşdük. Onlar Moskva Dövlət İncəsənət İnstitutunun tələbələri idi, onların diplom işi idi bu kilsələr, bu abidələr. Orada baxdıq, açdılar, ona baxdıq ki, bu kilsənin tarixi Alban kilsəsidir. Orada da Alban kilsəsi yazılmışdı, 4-cü əsrə aid tikintidir. Deməli, Azərbaycanda o devrə aid bir tikinti vaxtının Muradxanlı qəsəbəsində, kəndində idi. Onlar dedi, gəldik, ora baxdıq, o kilsə dağılıbdır, yoxdur. Amma bunu baxdılar, bu yerindeydi. Yəni onların diplom işinə aid bir iş idi. Mən ona görə deyirəm ki, bu 4-cü əsrə aid. İndi oraya yazıblar 17-ci əsr, gətirib vururlar 17-ci əsr. Bu adamlar bilmədiyi işi, tarixi öyrənmədən gəlib belə ağlarına gələni vurmasınlar. Mən xahiş edirəm. Yəni Hoçaz kəndi qədim kəndlərdən biridir. Mən ümumiyyətlə bu kəndin tarixi haqqında deyirlər. İndi tarixçilər araşdırar bilər, amma mən kənddə özüm də bir fəal adam kimi bilirəm ki, çox soruşmuşam, o vaxtda maraqlanmışam. Kəndi ziyalısı kimi. Dəqiq, məsələn, tarixin deyən, o Dünən əsr ağayına, məsələn, 15, 16-cı, 17-ci əsrə aid olan kənd deyil. Çox qədim kənddir. Məsələn, ola bilsin ki, o qədim yaşayış məskənlərindən biridir. Məsələn, kəndin yaxınlığında, burada, oradan aşağı Anabat deyilən yeri var. Orada qədim, məsələn, məbəd var. Belə bundan da möhtəşəm bir abidələr var orada. İntihası onlar belə tikirlər deyil, onlar qayadan yonulmadı. Kiran deyilən və qaya kiran ad var dərədə. Onun içində yonulub, məsələn, orada da belə kilsə abid var. Məsələn, ermənilər orada bizdən sonra, işğaldan sonra ora gətiriblər ki, qədim erməni monastırıdır. Amma erməniyə aid orada yenə bir şey yoxdur. Gəlib baxanlar, məsələn, tarixçilər gəlib tədqiq edib araşdıra bilərlər. Yəni bu qədər qısa. Çox sağ olun, təşəkkür edirəm. Bu qədər bizə böyük məlumat verdiniz. Məsələn, bu kilsənin üstünün dəmiri vururlar, dəmir deyil. İçəridən baxın, çəkin, tağbənddir bunun içi. Hə, sonra bura ermənilər gəlib işğal dövründə içəri bir daş qoyublar, sizə erməni xası çəkib qoyublar. Ermənilərin. Bu daşdan görüşür. Ermənilərin xası ilə Alban xası məlumdur da. Ermənilər soldan sağa başlayır, Alban da sağdan sola başlayır. Məlum məsələdir. Sən də baxın. Məsələn budur. Yəni bunun erməniyə aid bir şey yoxdur burada. Ermənilər bunu xas olaraq işarə. Aslında bu erməni xası deyil. Bu Alban kilsəsidir, qədimi Alban kilsəsidir. Görürsünüz kimi. Yox, silahı deyiləm. Ermənilər təzə vurur. Bunun başqası var. Bu silahı təzə vurur. Buna var.
Bunun hamısı təzədir, arkası bax verir. Bura oyunu getmişdi de. Onun içində əhəng var. Amma bu yox, bu daş var. Yəni təkcə bu daş var. Yox, bax. Ya bunun qabağında indi gəl bura. Daş göstərir ki, bu. Bura gəl. Bir də götürüb burada dəyişmək istəyirmişlər. Gətirib burada yonublar, eləklər. Burada bir də bu daşlarda böyük o tərəfdə var. Ha, məlumdur, göz görülən şeylər hamısı. Bir bax, bunları özlərinə uyğunlaşdırmışlar, satıra bilmişlər. Görüşür ki, bu binanın sırağa yolumuz var. Ha, təzə yonub, təzədən bunu... O daş yenə köhnə daş oxşuyur deyə, o bir çox. Ha, bu da köhnə daşdır. Abrabot gelib təzədən düzəldirmişlər. Yox, qaralmış daşlar görüşür ki, köhnə. Yox, bu da köhnə daş. Görünür ki, bu qədər, yəni əlimizdən gəldiyi qədər Qəşə düzəldir. təqdimat eləyə bildik. Yəqin ki, bunu anlayanlar, ziyalılarımız anlayacaqlar. Hələ ki, bu qədər.